Pasiyentimiz 43 yaşlı, deməsinə görə 15 ildir babasız şikayətləri ilə yaşayır. Vaxtaşırı müalicələr aparılmış, effekti olmamış. Son 3 il ərzində artıq qanamalar çoxalıb. Qanamalar artıq o həddə gəlib ki, xəstədə anemik vəziyyətə gətirib. Ümumi halsızlıq, hemoqlobinin 9 qram litrə düşməsi. Bunları nəzərə alıb artıq xəstəni müayinədən sonra əməliyyata götürdük. Artıq əməliyyata başlayırıq. Təbii ki, əməliyyat öncəsi kolonoskopik müayinə aparıldı. Bu bağırsaq yoxlanışı mütləq vacibdir. Bütün hemoroy şikayəti olmuş, qanaxma şikayəti olmuş pasiyentlər üçün, əsasən də 35 yaşdan yuxarı olan xəstələr üçün. Əməliyyat hazırlanır. Gördüyünüz kimi anestezioloq öz işində. Əməliyyat tam ağrısız, tam rahat şəraitdə aparılır. Xəstə yatmır. Təbii ki, xəstənin seçiminə uyğun, əgər xəstə panikar bir vəziyyətə düşərsə, gərginlik halı alarsa, onda xəstənin ümumi yatışdırma da olar. Adətən əməliyyatlar tam ağrısız şəraitdə aparılır. Əməliyyatımız inşallah 15-20 dəqiqə çəkər. Görüntüləri sizə göstərərik. Göründüyü kimi xəstə artıq yatmayıb, tam ağrısız, rahat bir şəraitdə. Əməliyyat tutardı, hər şey uğurlu alındı. Xəstəmiz bir dənə belə eləsin.